Dostlar, bugün mən Zərzit Glampingdəyəm. Zərzit Glamping dedimsə, deməli Şəkinin Zərzit kəndindəyəm. Bura möhtəşəmdir həqiqətən. İndi istəyirəm mən gördüklərimi sizə göstərim. Bu videonu axıra kimi izləyin. O halda nə etdik? Getdik. Dağların içində nağıl kimi bir məkandır bura. Burada 3 afreyn, bir dənə də kapsul ev var. Bilmirəm nədənsə hər birimizə bu kapsul ev daha çox maraqlı gəldi və biz ilk bu evə gəldik. İçi də, çölü də, hər şey o qədər mükəmməl idi ki, burada adam bir ömür yaşayar həqiqətən. İndi isə gəlin bir 20 saniyə bu gözəllik ilə sizi baş-başa buraxım. İsti hovuzu bir tərəfdən, bütün sistemin evin içindən bir yerdən idarə olunması bir tərəfdən. Bir sözlə, yoxdur sözünün olmaması bu məkanda ən ləzzət eləyən nüans oldu bizə. Hələ bunlarla bitmir buradakı məsələlər. Çıxdıq bir gözəl kvadratsikl turuna və kvadratsikl turu üçün nəzərdə tutulan yol o qədər gözəl idi. İndi istəyirəm o gözəlliyə siz də baxasınız. Biz axşama kimi vaxtımızı bu kapsul evdə keçirdik. Axşam tərəfi bir gözəl Fərdə ilə video da çəkdik. Güya kofe içirik da biz. Sonra isə qərara gəldik ki, bir afreym evlərlə də tanış olaq. Ev ilə də yaxından tanış olduqdan sonra Fərid dedi ki, mən dəhşət bir dənə kabab bişirə bilirəm. Mən də qayıtdım ki, onu da göstər özlüğü, bibi oğlu, görək sən necə kabab bişirirsən. Fərid elə bir kabab çəkdi. Həqiqətəndən o barmaqlarını yemək məsələsi burada həqiqət oldu. Hər nəsə yemağımızı da yedıq, əyləndik gözəlcənə, yatdıq və səhər duran kimi ilk işim bax bunu eləmək oldu. Daha sonra veşimizi, vüşümüzü istəməsək də yığıb düşdük yola. Çünki qayıtmalıydıq artıq geriyə. Bu məkanla da beləliklə sağollaşdıq dostlar. Bir videonun da sonuna gəldik, çatdıq. Maraqlı gəldisə şərh bölməsinə nəsə yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.